Böyrək daşından danışmaq istəyirəm. Böyrək daşı adətən sonradan böyük insanlar yaranan bir şeydir, qidalanma ilə və yaxud da həyat tərzi ilə bağlı olaraq. Uşaqlarda necə böyrək daşı olurmu? Uşaqlarda böyrək daşı çox az olurdu. Amma son 5 il içərisində bu bütün dünyada belədir. Çox şiddətli şəkildə artmağa doğru gedir. Həm ötküz əsid daşları, həm böyrək daşları. Əslində burada qidalanma faktoru çox önəmlidir. İkinci bir səbəbi isə oturaq həyat tərzidir. Yəni insanoğlu ayaq üstə olan bir varlıqdır və sürəkli biz uşaqlar hər zaman gəzməyi, qaçmağı, hərəkət etməyi üstün tutmuşuq və çox təəssüflər olsun ki, xüsusilə son dövrlərdə dərs yükü olsun, xüsusilə məktəb dövrü və bu hazırlıqlar dövrü çox oturmağa uşağı məcbur edən. Eyni zamanda artıq uşaqlar həyətdə düşüb top oynamırlar, həm də mobil oyunlarla oynayırlar. Hədsiz dərəcədə bəli. Yəni bu şeylər şiddətli dərəcədə staz yaratdığına görə, yəni durğunluq yaratdığına görə orqanizmdə daş yaranma riskini artırır və uşaqlarda böyrək daşını çox görməyə başlayır. Bir də uşaqların su içməməyi də ola bilər. Məsələn, bizim uşaqlıq dövrümüzdə biz indi 90-cı illərin uşaqlarıyıq da, yəqin ki siz də bizdən həmin yaşdalardınız. Biz bu qazlı içkiləri falan pulumuz olandan olana ayda ildə bir dəfə alıb içərdik. Sürpriz kimi. İndi suyun yerinə daha çox o şirin enerji içkiləri, qazlı içkilər, bəli ki, az yaşlı uşaqlar artıq qazlı və enerjili içkilərdən istifadə edirlər və bu çox qəbul edilməz bir şeydir əslində və eyni zamanda burada məsələ nədir? Genetik daşlar var. Məsələn, bilirik ki, bəzi ailə qrupları var ki, onlarda genetik daşlar olur, metabolik xəstəliklər var, başqa problemlər var, yanaşı böyrək daşı da var. Bunlar hər zaman biz bir uşaqda, deyək ki, 10 il bundan öncə bir uşaqda böyrək daşı görəndə ilk ağlımıza gələn şey ya bunun genetik daşdır, ya metabolik bir xəstəliyi var. Amma indi onlar hamısı qalıb kölgədə. Yəni artıq metabolik xəstəlik araşdırsan heç nə çıxmır. Genetikdə heç bir şey yoxdur, sağlam bir uşaqdır. Baxırıq ki, genetikdə də yoxdur, normal, amma uşağın ya kilosu artıqdır, ya oturaq həyat tərzi var. Uşaqda böyrək daşı var məsələn və 1 deyil, 2 deyil, böyrəyi tamamilə dolduran böyrək daşlarını görürük. 8 aylıq, 1 yaşında uşaqlarda, 2 yaşında